Tanışlara, ailəmə, dostlara, tanışlara hamısına salam göndərirəm. Hamısının bayramını təbrik edirəm. Beləliklə, möhtəşəm tədbir sona çatır və qonaqlar əskərlərlə sağollaşıb hərbi hissəni tərk edirlər. Lakin bu hələ son deyil. Tədbirin təşkilatçıları hərbi hissə rəhbərliyi ilə razılaşmadan sonra xidməti işində fərqlənən bir əskəri 10 günlük məzuniyyətə aparmaq qərarına gəlirlər. Əlbəttə, bu həm əskər, həm də onun doğmaları üçün əsl bayram hədiyyəsidir. Övladı hərbi xidmətdə olan valideyn üçün bayram günlərində oğlun gəldi muşluluğundan gözəl hədiyyə həqiqətən də ola bilməz. Səbail rayonunun təmsilçiləri bu misiyanı öz üzərinə götürür. Bundan sonra Səbail rayonunun nümayəndələri Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Bərdə şəhərindəki en sadə hərbi hissəsində də qonaq oldular. Burada əskərlərimiz Novruzu böyük coşku ilə qeyd etdilər. Hərbi hissənin həyətində qalanan möhtəşəm bayram tonqalının istisinə yığılan qonaqlar burada da əskərlərlə birlikdə rəqs edib əyləndilər. 1992-ci il may ayında Şuşadan çıxandı Şuşadan polis şöbəsi may ayının 8-dən. İşğaldan sonra Kəlbəcər bölgəsində, Laçın Dağdərə bölgələrində döyüş əməliyyatlarında iştirak edirlər. Novruz bayramını hər il ya posta kimlərsə evə düşür, bu növbəli xidmətdir bizdə. Ancaq 98-ci ilin Novruz bayramından gördüyünüz bir yerdə dislokasiya olunmuşuq. Novruz bayramı burada keçirdik. Səngərdə keçiririk, o xəttə keçiririk. Vətənin keşiyində bu polis əməkdaşları. Həm polis xidmət aparırlar, həm hərbi xidmət aparırlar. Bizim Novruz bayramı belə bir əminəmiz var ki, əvvəl burada keçiririk, ondan sonra ünsür yerə gedirik. Baxmayaraq ki, bayramdır, indi kimlərsə evdə, kimlərsə xidmətdə, sonra polis şöbəsinin əməkdaşları var, Səngərdə, ön xəttə bayramı qeyd edirlər. Bütün hərbi hissələrdə təşkil olunan yüksək səviyyəli bayram tədbirləri orduya göstərilən diqqət və qayğının göstəricisidir. Bu tədbirlər həm də onu göstərir ki, biz bir cəmiyyət olaraq hər bir məqamda Azərbaycan əskərinin yanındayıq. Bu bayramda da belə oldu. Bayramın mübarək olsun Azərbaycan əskəri.